Hiçbir imam tapa bilməzsən ki, siyasi ictimai fəaliyyət olmaz. Əgər imamlar zalimlərlə saziş edibsə, bəziləri belə deyirlər, onların həyatında heç bir şey olmayıbdır. Rahat, mehriban yaşayıblar. Əgər belə olubsa, imamların Əhl-i-Beyt əleyhissalamın heç bir siyasi və ictimai fəaliyyəti olmayıbsa, düşmənlər üçün heç bir təhdid olmayıblarsa, zalim hakimlər üçün heç bir təhdid olmayıblarsa, nə üçün bunları rahat buraxmırdılar? Sual budur. Nə üçün bunları öldürürdülər? Əgər heç bir təhlükə hiss olunmasa, öldürməzdilər, şəhid etməzdilər. Diqqət edin, bütün imamlar, 11 imam və başqaları, onların tərəfdarları, onların həqiqi şiyələri zalimlər tərəfindən işgəncələr görürlər, zindanlar görürlər və şəhadətə yetişirlər. Deməli, bunların ictimai siyasi fəaliyyətləri olur. Hətta evlərində otursalar belə.